Spiral süd vəzlərində ağrı verə bilərmi? Bəli, süd vəzinizdə ağrı verə bilər. Spirallar hormonal və qeyri-hormonal standart mexaniki spirallar olmaqla iki yerə bölünürlər. Kobud şəkildə bölsək, uşaqlıq daxili qoyulan bu spirallar müxtəlif xəstəliklərin, xüsusən də endometriozun, digər xəstəliklərin müalicəsində, polikistozun müalicəsində geniş istifadə olunur və hormonal spirallar qoyulduğu zaman bu süd vəzdə şişkinlik, ağrı, süd vəzi həssaslığı, eləcə də süd vəzdə müəyyən ifrazatların gəlməsinə səbəb ola bilər. Mexaniki spiralların isə süd vəziyə heç bir əlavə təsiri yoxdur. Yəni bu spirallar qorxusuzdur. Ancaq bəzən çox vacib olur və həqiqətən də həkim göstərişinə əsasən hormonal spirallardan istifadə etməli olursunuz. Əgər hormonal spiral sizə qoyulacaqsa, birinci növbədə onkoloq-mammoloq müayinəsindən keçin. Çünki süd vəzlərinizi müayinə elətdirməmiş bu spiralları qoydurmağı sizə tövsiyə etmirəm. Çünki bəzi hallarda süd vəzi xərçənginin ilkin mərhələsi ola bilər süd vəzinizdə və bu spiralları qoya bilərsiniz və xəstəliyin daha da irəliləməsinə, sürətli yayılmasına və inkişafına səbəb ola bilər. Əgər süd vəzinizdə hər hansı bir patologiya yoxsa, bu spiralı qoydura bilərsiniz və həkim müayinəsində nəzarəti altında qalmağınızı sizə tövsiyə edəcəyəm.